Mingəçevirdə gözünə görə müalicə alırdı və müalicə əsasında dedilər ki, sağ gözün şiş var, sağ gözündə tutub və sol gözünə doğru gedir. Sol gözün şiş əməliyyat olunub götürülməlidir. Goranboyda katet çəkildi, yaxınlaşdıq nevrocərrahi xəstəxanasına sentyabrın 7-si günü. Nazim Verdiyev bizi 9-cu kabinetdə qəbul elədi və bildirdi ki, nevrocərrahi xəstəxanasında hal-hazırda narkoz yoxdur, bizi Apro hospitala yönləndirildi. Və ayın 10 günü Apro hospitala yaxınlaşdıq. Sığorta ilə gəlməyimizə baxmayaraq Nazim Verdiyev bizdən 3000 manat pul alıb, əlavə ödəniş alıb. Həmin gündə əməliyyat olundu və 6 saatlıq əməliyyatdan sonra həkimlərlə görüşəndə və Elşən Hüseynzadəyə tanıdıq. Biz Nazim Verdiyevlə ikisi bir yerdə eləmişdi əməliyyatı. Bildirdilər ki, anamızın vəziyyəti çox ağırdır. Əməliyyat düz keçməyib. Beyni açandan sonra şah damarın üstündə şiş görüblər. Bu şişi götürəndə şah damarı kəsiblər. Və işemiya, beyin infarktı deyilən bir şey olub. Sol tərəfi ümumiyyətlə işləməyəcək. Amma normal, yəni yeriyə əməliyyata girmişdi. Həkim öz səhvini qəbul edir. Bəli, həkimin səsi belə var ki, mən elədiyimiz səhifə görə biz başa düşürük bunu və bütün xərci qarşılayacağıq. Heç nə qarşılamadılar. Heç nə ümumiyyətlə yaxın durmayıblar. Və hal-hazırda mamam Apro hospitalda yatır. Apro hospitalda günü 1000 manat, hal-hazırda orada 30.000 manat borc var. Və bu günə qədər 70.000 manat da mən ödəmişəm. Yəni həkimlər heç biri ortada yoxdur. Hansı dövlət qurumuna, Elşən Hüseynzadə bizə deyir ki, gedin məndən kimə şikayət edirsiniz, hansı dövlət qurumuna şikayət edirsiniz, eləyin. Mən sizin xəstəyə baxmıram, imtina eləmişəm.